Salam hörmətli YouTube və TikTok izləyiciləri, sizləri yenidən xoş gördük. Bura Gəncə şəhəridir. Gəncə şəhərində Şahsevənlər küçəsində yerləşən, deməli Şahsevənlər məhəllə məscidinə yaxın bir ərazidə bundan başqa 4 və 6 nömrəli orta məktəblərə yaxın, yəni əsasən də 4 nömrəli orta məktəbə yaxın bir ərazi, yəni hansı ərazidə olmağını hal-hazırda mən sizə məlumat verirəm. Nizami deməli, kinoteatrına yaxın, Xan bağına yaxın bir ərazidə demək mümkündür. 3,5 sot torpaqda bir böyük salı, 2 böyük otaq olan, bax qarşıda gördüyünüz belə bir həyət evi satılır. Qiyməti 65 min manatdır. Mən bildiyimə görə qiymətində razılaşma olmalıdır. Hal-hazırda ən böyük otağı göstərirəm. Yəni 5-in 8-ədir. Polo möhkəm materialdır. Bax gördüyünüz kimi təmirlidir. Bura bir otaqdır. İndi ikinci otağa keçirəm. Sənədi çıxarışdır. Yəni asan xidmətdə alqı-satqı gedən sənəddir. Bundan başqa mənə elə gəlir ki, bu həyət evinin tikili ilə görə ipoteka yararlıdır. Ancaq dəqiq baxmamışam sənədə. Bura isə ikinci otaqdır. İkinci otağın ölçüsü 5-in 6-yadır. İndi isə mən sizə zalını göstərirəm. Zalın eni 4,5-dan 5-ə qədərdir. Bax, plus minus ola bilər belə. Ancaq uzunluğu 15 metrdir. Onu da deyim ki, bax qarşıda ikinci qapını görmək mümkündür. Yəni bax mənə elə gəlir ki, vaxtilə bəlkə də belə bir fikir olub. Bax qarşıda deməli ikinci qapını görürsünüz. Yenidən mən sizə zalını, eyni zamanda otaqların necə yerləşməyini göstərirəm. 2 qat kubiklə hörülüb, kürsülüdür. Qiyməti 65 min manatdır. Qiymətində mən bildiyimə görə razılaşma olmalıdır. Onu da deyim ki, bu həyət evi deməli döngədə yerləşir. Buna baxmayaraq maşın daxil olur məhəlləyə. Bura isə deməli mətbəxidir. Bax 4-ün 4-dədir, bu cürdür. Onu da deyim, bu söz yəni həqiqətən yerinə düşür. Çox uyutlu, rahat evidir. Yəni həqiqətən bax belədir. Şəhərin özündə yerləşir. Burada isə bax belə bir letni mətbəxdə demək mümkündür. Onu da deyim ki, yəni navesin alt hissəsidir buran. İndi isə badvalına eyni zamanda mini bağçası var, güllü çiçəkli bağçası var. Qarşıda görürsünüz yəqin ki. Deməli qarşıda görürsünüz, bax belədir. 2 böyük ədəd badvalı var, 5-in 6-ya, 5-in 5-ə. Bax sol tərəfdə deməli 5-in 6-ya olan badvalıdır. Burada isə bax belə bir mini otaqdır. Bura isə deməli 5-in 5-ə olan badvaldır. İnsanlarına keçirəm. 4 tonluq su baseynisi var. 2 tonluq su bakı. Deməli istilik sistemi buradan. Bax bu İranski belə bir cihazdır. Bax qarşıda gördüyünüz belə bir deməli peçdir. İnsanlarına keçirəm. Hamamı təmirlidir. Bax hamamını indi mən sizə göstərirəm. Deməli bura bu zonadır. Qarşıda hamamını görmək mümkündür. Bax belə bir həyət evinin qiyməti 65 min manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Onu da deyim ki, hal-hazırda darvazadan giriş hissəsini görürsünüz. Onu da deyim ki, yəni 3,5 sot torpaqda yerləşir. 4 nömrəli orta məktəbə, bundan başqa Şahsevənlər məhəllə məscidinə yaxın bir ərazidə yerləşir bu həyət evi. Yenidən mən sizə deməli bağçasını göstərirəm. Bax belə sizlərə uğurlar.